Salam qızlar. Bu gün vlogun bəzi hissələrində səsləndirməni üstdən yazmayacağam. Elə səsləndirə çəkilən vlogu. Demək mən yenə siqar hazırlayıram. Kanalımda bir dəfə siqar hazırlaması videosunu paylaşmışdım. Amma bir daha hazırlayıram. Çünki biz siqarı çox sevirik və tez-tez hazırlayırıq. Bu adi şordur, kənd şorudur. İçərisinə zirinc əlavə edirik. Zirinci çox sevirəm deyə bol-bol əlavə edirəm. Qarışdıraq baxaq. Zirincə siz tərəflərdə də yəqin zirinc deyirlər. Bizdə Lənkəranda da zirinc deyirdilər, Ağdaşda da zirinc deyilir. Qarışdırıb baxıram. Azdımı, çoxdurmu? Mən deyəsən hamısını əlavə edəcəm çünki gözümə az gəldi. Sonra unuduram hamısını əlavə edəndən sonra ki, hamısını əlavə eləmişəm. Evdə zirinc axtarıram. Bu videoda qalsın, hamısını əlavə etdiyimi bilim. Hamısını əlavə elədik, qəşəng qarışdırırıq. Ətrafa dağıtdım biraz. Olsun, təmizləyərəm. Belə xanımlar. Yəni içliyi çox sadədir. Özün hazırlaması da çox sadədir. Keçən dəfə lavaşın kəsilməyini paylaşmamışdım. Bu dəfə dedim onu da paylaşım. Həm kəsə bilməyənlər üçün fikir olsun. Bu bizim bildiyimiz uzun dönəm lavaşlardır. 2 manat olur xəritə lavaşlardandır. Ən rahatı qayçı ilə kəsmək. Belə mətbəx qayçısını götürürəm qəşəng. Evet, bu paketini açar. Size ne kadar rahat kesilir, onu göstereyim. Bakın bu formada açıp çıkardığınız lavaşlarınızı getirdim. Paket açılmış. Bilmedim. Bir de geçer uzunluğa. Tuturup lavaşımıza. Bakın bu formada. Kameramı arkadan gideyim görünsün. Bunu tam ortadan keseceğim. Bir defa. Şöyle bakın. Qayçı vasitəsilə tam ortadan kəsirəm. Qayçı ilə kəsəndə hamısını rahat kəsmiyorlar. Ama belə taxtanın üzerine koyup bıçaqla da kəsə bilərsiniz. Şimdi kameram açtım. Diğer kəsdikdən sonra xanımlar. Əsas bunun diğer kəsmin olmasıdır. Uzundan kəsdik. Bakın burada bir qaldı. Şimdi buradan kəsəndə necə kəsirik? Bu formada qoyuruq lavaşlarımızı. Buradan qatqalayırıq. Belə əlimdə tutun göstərim. Qatqalayırıq. Bir də bu tərəfdən qatqalayırıq. Baxın, bir buradan kəsəcəm. Bir buradan. Bir də bu kənarlarından kəsəcəm. 8 yerə ayrılmış olacaq. Bunu kəsim gəlirəm. Bu formada xanımlar hamısını kəsirəm. Kəsdikdən sonra bunları belə ıçıq paketin içərisinə əlavə edirəm ki, qurumasın. Keçən dəfə siqarın bükülməsi prosesini paylaşmışdım ki, bir dəfə paylaşmayacağım ki, təşkil inciklər olmasın. Rahatdır. Belə. Mənim dəyərli izləyicilərim, çoxu bilirəm ki, xanımlardır və izləyicilərimin arasında mənim sevimli şagirdlərim də var. Sizə biraz motivasiya, biraz örnek olsun deyə abituriyent həyatımdan, universitet həyatımdan biraz sizə danışmaq istəyirəm. Mən universitetə 2020-ci ildə qəbul olmuşam və bildiyiniz kimi həmin illər karantin ərəfəsinə düşmüşdü. 2019-cu il ümumiyyətlə karantin olmuşdu, koronavirus vaxtı idi. Həmin vaxtlar mən ilk dəfə idi hazırlığa gedəcəkdim. 11-ci sinifə qədər heç vaxt hazırlığa getməmişdim. Abituriyent olaraq hazırlığa getməyə başladım və karantin oldu deyə təbii ki, hazırlıq kursları da bağlandı. Heç bir hazırlığa getmədiyim üçün təbii ki, abituriyent vaxtı çox güclü bir abituriyent değildim. Sadəcə sevdiyim tək fən var idi, o da riyaziyyat. Daha sonra bir il ərzində mən hazırlığa yar onlayn, yar əyani davam etdim və imtahan verdim. İmtahan zamanı hər kəsdən nəticə aşağı oldu. 2019-2020-ci ilin qəbul imtahanında hər kəsin nəticəsi çox aşağı düşmüşdü. Karantin olduğu üçün şagirdlər hər biri zəifləmişdi və suallar da çətin olmuşdu. Mən 234 bal toplamışdım və topladığım bal əslində universitetə girmək üçün yetərli idi. Sadəcə olaraq mənə heç kəs deməmişdi ki, blok imtahanında 100 bal limitini toplamaq deyilən bir şey var. Blok imtahanında 100 bal deyil də 99.6 bal toplamışdım. Təsəvvür edə bilirsiniz, 0.4 balla mən istədiyim ixtisası seçə bilmirdim. Təbii ki, ümidimi üzmədim. Heç vaxt ümidinizi üzmək lazım deyil, xanımlar. Əziz şagirdlərim, heç vaxt ümidinizi üzmək lazım deyil. Mən seçə bildiyim ixtisaslardan texnologiya müəllimliyi ixtisasını seçdim. Və o qədər ixtisas mənim ürəyimcə deyildi ki, təsəvvür edin, riyaziyyat müəllimliyinə hazırlaşan biri texnologiya müəllimliyinə qəbul olub. O qədər dua etdim ki, Allahım nə olar, universitetdə canlı formada heç vaxt texnologiya müəllimliyinə getməyim. Və təbii ki, mən universitetin ilk ilini onlayn şəkildə oxudum. Bir semestr texnologiya müəllimliyində oxudum. Universitet vaxtı da araşdırmağı sevən bir tələbə olduğum üçün araşdırıb öyrəndim ki, transfer deyilən bir proses var ki, blokdan kəsilsəniz belə balınız çatırsa ixtisasınızı dəyişə bilirsiniz. Və mən birinci semestr boyunca ora müraciət etdim, məlumatlarımı yazdım, lazım olan sənədləri topladım və çox şükür ki, ikinci semestr başlamamış mənim transferim artıq təsdiqləndi. Və mən ikinci semestri onlayn bir şəkildə riyaziyyat müəllimliyində oxudum. Daha sonra təbii ki, bir semestr başqa bir qrupda oxumuşam və mənim kəsirlərim yarandı. Avtomatik davam edici kəsirlərim yarandı. Riyaziyyat müəllimliyində cəmi bir semestr oxumamağın bədəlini 8 kəsirlə ödədim. Kəsir dərsi də
hal-hazırda universitetdə oxumayan birisinizsə, kəsr dərsi demək universitetdə oturmadığınız bir dərsdir. Məsələn, Azərbaycan dili dərsi 1, Azərbaycan dili dərsi 2, Azərbaycan dili 3. Əgər siz Azərbaycan dili 1-ə qoşulmamısınızsa, 3 dərsin içindən də kəsilmiş sayılırsınız. Təsəvvür edin, bu formada 8 kəsirim yarandı. Və mən artıq 2-ci kursdan həm səhər növbəsi kəsirlərimə gedirdim, günorta növbəsi öz dərsində otururdum. Və bu mənim üçün sadəcə bir il davam etmədi. Mən son kursuma qədər kəsirlərdə və öz dərsimdə oturdum. Evim kənddə idi, rayonun özündə deyildi. Hər səhər birinci marşrutla evdən çıxırdım və axşam sonuncu marşrutla evə qayıdırdım. Universitet imtahanlarına, semestr imtahanlarına hər birinə bufetdə hazırlaşırdım. Universitetin bufeti artıq mənim evimə çevrilmişdi. Təsəvvür edin, bütün günü ev yeməklərindən uzaq, sıradan bir tələbəlik həyatı yaşayırmış kimi tələbə evində də qalmırdım. Öz evimizdə qalırdım, amma evdən səhər çıxıb axşam qayıdırdım. Yəni bütün günüm universitetin 4 divarının arasında keçirdi. Səhər kəsir dərsləri, günorta fasiləsində dərs oxumaq, universitetin kitabxanasında dərs oxumaq, bufetdə dərs oxumaq, günorta öz dərslərimiz və təzədən axşam avtobusu gözləmək üçün 1 saat yollarda olurdum və evimə bu formada qayıdırdım. Universiteti oxuyub bitirdikdən sonra son 6 ayı praktik olur və praktikada biz məktəbdə dərs keçirik. Təbii ki, praktikada məktəbdə dərsi çox uğurlu keçdim və qrup birincisi olaraq ən yüksək balı, ən yüksək rəyləri müəllimlərdən topladım. Bütün dərslərimdən maksimum bal olan 10 bal topladım. Çünki şagirdlərlə ünsiyyət qurma bacarığım yüksək idi. İlk il MİQə imtahan verdim və imtahanım uğursuz oldu, çünki yaxşı hazırlaşa bilməmişdim. İkinci il imtahana çox qəşəng hazırlaşdım, amma yenə imtahanım uğursuz oldu. Çünki suallar çox çətin idi və səhvlər də doğrularıma apardıqda yerdə etini qalmırdı. Və bu il nəhayət təkrar bir imtahan verdim ki, o imtahanda da uğurlu oldum deyə bilmərəm, amma əvvəlki illərə nisbətən uğurlu oldum. Və hal-hazırda müqavilə ilə işə çağırılma ehtimalım var. Əlbəttə, bu müddətdə işsiz qalmamışam, satışla məşğul olmuşam, kiçik bizneslər qurmuşam özüm üçün. Ən uğurlu işim Faberlik şirkəti olub ki, hal-hazırda orada direktor müavini rütbəsində çalışıram. Və çox şükür ki, özüm üçün gəlir əldə edirəm. Amma yenə də arzum olan müəllimlik işimə davam etmək istəyirəm. Bunu demək istəyirəm ki, məni izləyən şagirdlərimə heç vaxt ümidinizi itirməyin. Baxın, mən istədiyim ixtisasa qəbul ola bilməyib ixtisasımı dəyişdirmişəm. İllərlə kəsirlərdə oturmuşam, amma yenə də vaz keçməmişəm, xəyallarımın dalınca getmişəm və çox şükür indi xəyallarıma çatmağa çox yaxınam. Universitetin məzunu oldum, istədiyim ixtisası bitirdim. Siz də əgər hansısa bir ixtisasın dalınca gedirsinizsə və yaxud da hansısa bir işin dalınca gedirsinizsə, olmadı deyib işinizi yarıda buraxmayın. Davam eləyin, vaz keçməyin, sonuna qədər davam eləyin. Hal-hazırda Faberlik şirkətində də hədəflərim var. Direktor olmaq ilk hədəflərimdən biridir. Və təbii ki, direktor olana qədər vaz keçməyəcəm, davam eləyəcəm və yenə davam eləyəcəm. İstədim sizə abituriyent və universitet həyatımdan belə bir hekayəmi danışım. Əgər sizə xoş oldusa, like qoyub keçərsiniz və kanalıma abunə olmağı unutmayın. Hər birinizi sevirəm, vaz keçməyin.